məndən danışır. Ay, yoxdur. Bax, Allaha and olsun, yoxdur güclü erməni. Sən özü rəqib bilirsən məni. Göstərin o ermənini mənə, göstərin o ermənini mənə. Bir dənə sağ, bir dənə sol sönəcək. Başa düşürsən, əlimdə qalacaq bu erməni bir gün mənim. Neysə. Dayan bir dənə görüm. Əsəbləşdim mən buna. Bu hardan çıxdı? Bu hardan çıxdı? Hər kəs salamlayıram dostlar. Yeni video. Xoş gəlmisiniz. Bugün həmin o erməni ki var idi. Videolar çəkirdi. Türk, Azərbaycan YouTuberləri, oyuncular tapıb yumruqlayırdı. Bugün hələ o haqqında danışacağıq. Ona görə videonu bəyənirsən, kanala abunə olursan, bildirişləri açmayı unutmursan və mütləq yorum yaz. Bu video elə köhnə video kimi kəşfidə düşəcək. Köhnə video bilmirəm, xəbəriniz var yoxsa, gəlin sizə göstərim. Bax kanka, bax. Bu video, məhz bu video, mənim bax bu videom düşüb kəşfətə. Bir dəqiqə, doğru. Düşüb kəşfətə. Bir dənə buna baxın, qardaşımsan. Bax, mən xahiş eləmişəm öz izləyicilərimdən ki, Azərbaycan bayrağını doldurun ki, bunların bayraqları getsin, işi ilə məşğul olsun. Çünki bax, burada görürsən 1200-ə yaxın yorum var. Fikir ver. İndi burada məndə göstərmir. Google Chrome dəlidir. Bax, az görürsə bu bayraqdır hamısı. Hamı Azərbaycan bayrağı atır. Armeniya, görürsən ürəyizə də atıblar. Bunlar hamısını erməni dilində yazırlar. Burada konkret bildiyin baskın yemişik. Bildiyin baskın yemişik. Nə eləmək lazımdır uşaqlar? Girirsiniz mənim YouTube kanalıma, mütləq abunə olursa, abunə olandan sonra da mütləq bax bu videonu tapırsınız. Elə özünüz görəcəksiniz. Elə axırıncı videodur. Bizi söyür kimi bir video var. Bax bu videonu, sonuncu videonu tapırsan, bax bunu. Tapandan sonra mütləq Azərbaycan bayrağını bir nəfər 10 dəfə göndərsə, bu bizə nə deməkdir? Bu yorum 200 minə yaxın şey tuta bilər, yorum tuta bilər. Bu o deməkdir ki, Azərbaycan bayrağını ora atın. Məhz bu videonun altında da bol-bol Azərbaycan bayraqlarını atın. Çünki onlar bizim haqqımızda danışır. Elə indi ora gələcəm. Videonu bəyənmisənsə, başlaya bilərəm. Məsələ burasındadır ki, bu erməni mənim haqqımda video çəkib. Özünüz görürsünüz. Bax, buradadır, buradadır. Bax, bu erməni buradan pataxsan videonu. Yəqin ki, açıqlama videosu, yoxsa bilmirəm idi. Atvetna video, yəni videoya cavab. Belə gedir rus dilində. Burada mənim haqqımda danışır. Baxmamışam. 13 dəqiqə 20 saniyə gedir. Baxmamışam. Bir yerdə baxacağıq və mən orada nə danışırsa rus dilində deyəsən danışır. Çünki rus dilində var orada sözlər. İndi rus dilində nə danışıbsa onu sizə deyəcəm və bundan əlavə ən maraqlısıdır budur ki, uşaqlar, ən maraqlısı budur ki, TikTokda da bizi paylaşıb. TikTokda da bu video var. Bunu TikTok. Mən bunun bütün sosial şəbəkələri saxlayacağam sizə. Spamlamaq lazımdır bunu. Bunu bildiyin spamlamaq lazımdır. Bunu banlamaq lazımdır. Səhifəsini şikayət eləmə. Bunun videosunun altına Azərbaycan bayraqlarını dolduracağını tələsməyin. Hələ ora gələcək. Tələsməyin. İlk öncə nə danışmaq istəyirəm? Mən bunun haqqında video çəkdim. Bir erməni var ki, bütün Azərbaycanlıları uda gedir və yükləyir YouTube-a biabır eləyir. Bu nə vurmaq idi? Divarı niyə vurdu? Bax. Onu arxadan vurursan, sən elə bilirsən ki... Bu nə edirdi, qardaş? Bu götürürdü Azərbaycan, özünüz görürsünüz. Burada Türk, Azərbaycan, bayrağı, gün necə xayb yığır, hə? Hə, qurban olun sənə. Türk iş, hə, nə Türk iş, qardaşım? Bax, yenə baxıram, yenə qıcıq gəlir mənə, yenə əsəbləşirim, özümdən çıxıram. Bax, bu insan PUBG Mobile community-sində konkret qıcıq yaradır bu insan və mən bunu belə görmərəm də. Yəni, bu görmək istəmirəm bunu belə, başa düşürsünüz. Azərbaycanda ən unlu, belə deyək də, məşhur YouTuber varsa o da mənəm və mən bunu görməməzliyə vura bilmərəm özüm. Mən bunu görürəm və buna cavab verirəm. VC-yə də çağırmışam. İndi hamısını sizə izah eləyəcəm. Nəysə. Əvvəldən danışım sizə, necə olub bu söhbət. Deməli, oturduğum yerdə görürəm ki, mənə dostluq göndərib hansısa erməni. Erməni dostluq göndərib oyunda, mən bunu qəbul elədim. Bir gün, 2 gün oyuna girməyəndən sonra, bir gün düşündüm ki, oyuna girim və orada baxıram ki, mənə dostluq gəlir, dəvət gəlir lobbiyə. Mən tez qəbul elədim, görürəm bu mənə çağırıb lobbiyə, güya indi bu öz aləmində məndən hörmətlə danışır da, güya indi mənim başımı pişim eləmək istəyir, bilmirəm çəkinir, bilmirəm qorxur, bilmirəm indi, sadəcə borc danışmırdı, amma çox mədəni çalışırdı danırsın. Bəs görürəm sən orada az şeyləri, erməniləri vurursan, paylaşırsan, o da görür axı, ay qardaş, erməniləri vurub paylaşırsan nədir? Bir dənə mənim kanalıma baxın, qardaşım, bax, bir dənə. Erməni qızı VC-yə çağırdı. 4 erməni VC-yə çağırdım. Qardaşım, 2 erməni birdən. Burada erməni videosu. Sonra
Burada erməni videosu. Bu yaxınlarda çəkmişəm bu videonu. Xəstə erməni məni VS-yə çağırdı. Bax bu video var ya, bax bu video. 183.000 baxış gəlib bu videoya. Bu nə vaxt kəşfiyyata düşdü? Mənim xəbərim də yoxdur. Qardaşım, amma it kimi oynamışam burada. Sən bir buna bax. Hilə ilə oynayan insanlar bilir ki, birincisi bu insan həddindən artıq çox yaxşı oynayırdı. Bu erməni rəqibdən söhbət gedir. Hansını ki uddum və Skarla oynayırdı. Və bu o deməkdir ki, hilələrin çoxusu yeni hesabdan başlayır oynamağa və orada ancaq Skar verilir. Ha? Armiyaşka. Bax. Nəysə, bunu udmuşam. Buna da yer eləyib ki, sən necə yəni gedirsən erməniləri udursan, paylaşırsan, gəl VS-yə. Mənə deyir gəl VS-yə. Okey, deyirəm gəl VS ataq, amma bir şərtim olacaq. Təkbətək atmaq istəmirəm. Nəyə görə? Maraqsızdır. Özünüz bilirsiniz, nə qədər VS atmışam təkbətək. O qədər təkbətək VS-lər atmışam ki, mən hamısını uduram. Uduzduğum erməni yoxdur. Və buna deyirəm ki, gəl təkbətək oynamayaq. Bu növbəti biz tərəfdən uduşa gələcək. Yəni win alacağıq biz. Yəni Azərbaycan tərəf qazanacaq. Yəni mən qazanacam bu oyunda. Sən oynaya bilməyəcəksən mən qalbim. Onu görmüşəm onu oynamağı zaten. Oynaya bilmir bu. Başa düşürsünüz? Mən buna daha maraqlı təklif elədim. Daha maraqlı təklif. Nə? 4 Azərbaycanlı, 4 erməni. Mən bunu təklif elədim ona. Dedi yox. Deyirəm niyə? Deyir, Azərbaycan düzgün oynamayacaq, cığalçılıq eləyəcək. Deyirəm, niyə cığalçılıq eləsin ki? Bəyəm bizdə oyunçular yoxdur ki, biz gedək cığalçılıq eləyək? Xeyr, biz təmiz oynaya bilirik və təmiz də oynayacağıq sizə qarşı. Bəli, uduzma ehtimalımız, biz də düşünürük ki, ayda birdən uduzarıq, amma biz uduzmayacağıq. Mən bunu bilirəm. Mən elə bir oyunçular gətirəcəm ki, biz uduzmayacağıq. Və bunun mənə dediyi söz nə olsa yaxşıdır. Mən hardan indi erməniləri tapım, 3 dənə əlavə erməni tapım, sənə VS atım. Biz deyir qorxuruq, uduzarıq. Bu deyir bizim üçün oyun deyil. Bu bizim üçün artıq prinsipdir. Bizi burada qəbul etməyəcəklər. Biz sizə uduzsaq. Kül elə sizin başınıza. Siz həyatı boyu bir-birinizə dəstək verə bilməmsiniz. Mən ona deyirəm ki, ay qardaş, ay insan. Qardaş nə idi o? Ay insan. Biz əgər sizə uduzsaq, bizi linçləməyəcəklər. Bu oyundur. Azərbaycan xalqı həmişə bir olub. Həmişə bir-birinə dəstək verib. Və bugünkü gündə, mən ona deyirəm, bugünkü gündə biz gəlib sizə uduzsaq, bizə heç kim pis deməyəcək. Başa düşürsünüz, biz o qədər bir-birimizi sevirik və dəstək veririk bir-birimizə. Bizi heç kim yıxıb sürüməyəcək, söyməyəcək. Siz bir-birinizi qırarsınız. Çünki sizə o prinsip var, ermənini udun. Bizdə o prinsip yoxdur. Biz uda da bilərik, uduza da bilərik. Əsas müharibə də zaten udmuşuq. Bu sadəcə kiberidmandır. Kiber müharibə adını belə qoyaq. Və burada da biz öz maraqlarımızı, amma uda da bilərik, uduza da bilərik. Amma mən əminəm ki, biz udacağıq. Uduzsaq da belə, bizi yenə də tərəfimizə saxlayacaq bizim xalqımız. Yəni, heç bir problem yoxdur. Başa düşürsünüz nə demək istəyirəm? Bu bunu eşidib və buna qıcıq yaradıb ki, necə yəni? Yəni, bu prinsip oyunda sizi indi pisləməyəcəklər vətəni. Deyirəm, yox, bizi pisləməyəcəklər. Biz uda da bilərik, bu normal bir şeydir. Nəysə, uzun sözün qısası, bu gəlmədi VS-yə. Deyir ki, Ermənistanda esportçular yoxdur, mən hardan komanda yığım, biz qorxuruq uduzmağa, başladı ağlamağa, mızıldanmağa, başa düşürsən? Mızıldanmağa başladı və qaçdı, VS-dən qaçdı. Mən də götürdüm, belə bir açıqlama videosu çəkdim, buna da ləzzət eləmədi. Erməni dedi ki, sən mənim haqqımda orada nə çəkmişsən? Qardaş, nə çəkmişəm özün görürsən də, bax, nə çəkmişəm? Hə? Görürsən də nə çəkmişəm. Sənin haqqında danışmışam. Ki sən Azərbaycanlıları tutursan yumruqlayırsan, türküləri tutub yumruqlayırsan. Qardaş, sən Azərbaycan Türkiyəyə nə işin var? Sən başın qaçıb. Mənim ideyam nə idi? Mən istəyirdim ki, 2 Azərbaycanlı, 2 türk, Barış G ilə bir dənə oyuncu gələcək. Sasuke ola bilərdi, amma Sasuke yoxdur. Barış G böhründə bir adam, Energizer böhründə bir adam. 2 türk, 2 Azərbaycanlı birləşəcəkdi, bir komanda olacaqdı və Ermənistana qarşı oynayacaqdı. Onları bir dənə yıxıb sürüyərdim, bir dənə söyüşlər söyərdim oyun zamanı. Qışqırardım da mən həmən oyunu da, yəni dağıdardım, başa düşürsən? Və qaçdı getdi. Bu bildi ki, bunun üstünə elə belə adam gəlməyib və bu elə belə adamın üstünə gəlməyib. Nəysə, bu zadniyyatdır, bu oynamayacaq. İndi gör nə çəkib bu. Բարև բոլորիդ հայերջան, ուրեմն էկրանին այստեղ տենում եք այս վիդեոն, սպասեք այս վիդեոյի պատասխան վիդեոին YouTube-ում
Hens Nəsə spam zat deyil, bu paylaşıb bu videonu. Bu videodan sonra mənə basqın gəlib. Görürsüz 6 saat göstərir. Video təzə 6 saata 13 min baxış yığıb. Mənim kanalımda bu video hal-hazırda 45 min baxış yığıb bir günün içində. Uşaqlar Azərbaycanda belə YouTube-da nəticə verən adam yoxdur ya PUBG Mobile-ında. Yəni nəinki PUBG Mobile-da, digər blogerlər belə bu qədər nəticə ala bilmirlər. Görün biz haralara yeyib çatmışıq. Biz onların kəşfiyyətindəyik ki, bizim haqqımızda danışırlar. Nəysə, görün sonra nə deyir? Spasek eş videoyu paylaşan videoyun YouTube'um. Hens təqadirəm YouTube'um videonun anpayman boluri təyəqqən baş ton. Aha, YouTube öz kanalını təqdir. Seroknityan tarika polnika. Sən boylu yerə soxun bilirsən niyə? Sən kantovka 4500 baxış gəlib sənin videoya. 4500 baxış budur sizin dəstəyiniz. Ala budur sənin baxışların. Ala sən heç videoyu izləyən yoxdur, sən heç alan yoxdur. Bu nədir paylaşıb? Sənin boylu yerə soxun. Uşaqlar, bir dənə buna baxın. Ay gic. Sağa çıxıb sola niyə pikləyirsən? Sola çıxıb sağa niyə pikləyirsən? Sənin oyuncu boyunu yerə soxum. Biz görmüşük ki, tinə gələndə pik atırsan sağa, sağa gəlmirsən sağa atırsan da, düzdürmü? Sola gəlmirsən sola atırsan. Bu sola gəlir, sağa atır piki. Yəni necə də bu qoyun oyunçudur? O videonu izləyir. Hal-hazırda bu videonu izləyəcək. Ты тупой. Знаешь, почему ты тупой? Я тебе объясню. Смотри, тупой. Армянин тупой. Смотри. Ты повернулся налево, а пикаешь направо. Это ты играешь? Ты играешь? Да ты баран. Ты понимаешь, ты баран. Ты придурок, который играть не умеет. Поэтому я не захотел с тобой 1 на 1 сыграть. Ты играть не умеешь, придурок. Sola əyilib sağa pikləyənə bax. Mən VS-yə çağırır. Mən boyumu yerə soxsun. Gör kimlə VS atmalıydım. Edum David Raper. Работодатель волнсы ворсация на ангельсия. Hayır. В общем, Ahper. Միայն etdin qamacaylı bir məqvəsəmək dikkat ayırın. Adam durub tində vurur. Buna bax bir dənə. Qurban olsun. Adam tərpənmir. Bu botları vurur. Botları vurur. Ha? Bu emulatorda indi oynayır. Ha, bu indi emulatorda oynayır. İndi emulatordadır. Mezek gəlin futbola var ha. Sən bir dənə gürcü tanıyıram. Bunu yıxar sürüyər. Bu gürcülər indi vurdu. Sonra nə paylaşıb? Bu nədir? Bağlı olur. Yine bağlı. Bağlı. Şaran bağlı. Nəysə. YouTube-da görə nə paylaşıb? Özdəki bir dənə fikir verin. Boyu yerə soxum sənin ilk öncə. Bunun bir dənə baxışlarına baxın. 13 gün bundan qabaq 460 baxış. 11 gün bundan qabaq 272 baxış. Bunun bir dənə baxış 300-400 adam baxır buna. Axırıncı videoda burada buna baxdı 5000 nəfər, burada baxdı 4200 nəfər. Bir gün video paylaşıb 6400 nəfər mənim şəklimlə. Məni Ermənistan orada görür. Başa düşürsən? Bütün Ermənistan məni görür orada mənim haqqımda danışır. Amma qəşəng şəkil seçib ha, qəşəng. Mən səndən yaraşıqlıyam bu şəkildə görürsən? Я даже красивее, чем ты. Ты тупой, ты выглядишь как осел. А я выгляжу какой красивый. Ha? Qəşəng incə bayrağımızı da qoyubar ha, qoy görsünlər. Oh. Nəysə, gəlin baxaq. Deyən. Sən boyumu yerə soxum deyən. Ala 4K sad qoydum ola. Kapkatın işarəsinə bax yuxarıda. Arkadakı nə var? Arkadakı şey nə var? Arkasında görsən, şkafa zada bax, qurban olsun. Bu nədir, nə gündədir? Komen, qarımı. Hələ bilmirəm nə danışır. Azərbaycançı. Kanalımın reklamı gelir ha. Amma bu arada basqın yemişik ya. Yaman basqın yemişik. Bilmirəm nə danışır, Allah haqqını. Bu nə də? Normal göstər. Bu niyə belə eləyir? Yanırlar qardaşım. Vallah yanırlar. O video xəstə erməni VS-yə çağırdı. Bu video 200.000 baxış yığıb. Zarafat deyil qardaşım. Zarafat deyil 200.000 baxış. Yer eləyir bunlara, yer eləyir. Qaşınırlar, sənül qaşınırlar. Mən qoyasan da ağzın üstündən də. Erməni VS-də udursa Qarabağ Azərbaycan. Rəvan, sən edit.
Qarabağ Azərbaycan. Армяшки, Среди вас есть смелый, кто сможет один на один? Или вы очкуете? Или вы очкуете. Или вы açquyete. Mən orada nə dedim? Dedim ki, ermənilər aranızda təkbətək oynamaq istəyən var, yoxsa qorxursunuz? Qorxursunuz pis dedim də, yəni pis nə mənada? Yoxsa çatmır. Belə dedim onlara. Buna da ləzzət eləmir ki, mən ermənilərə niyə deyirəm elə? Գիտեմ, մեր ախպերներից մեկի է դա խաղում, ինչ-որ մեծ ախպեր է դա խաղում։ Ты смотришь меня? İndi qaqaş mənə, ayda bunu yenə qaqaşdır, ağzımda deyə. Yəqin ki məni izləyir. Mən arada bir rus dilində danışacağım uşaqlar. Ona söz soxmaq üçün. Ты, наверное, смотришь это видео, верно? Здесь не болит? Вот здесь болит? Болит? Еще больше будет болеть. Bu hile ilə nə oynayır? Բայց որ խաղը նայեք, դուք եք հասկանաք, որ թուր խաղացողի է դա խաղում, իհարկե, որ ինադու հենց տենց ինքն դրե, ու թուր խաղացողի է դա։ Այս ադրբեջանցին իրան դեմից շատ նորմալ է, է, նու շփվելու առումով, որ ես ուզում եմ։ Ay, yoxdur. Bax, Allaha and olsun, yoxdur güc erməni. Yoxdur güc erməni. Yoxdur. Belə bir deyil. Az güclü Azərbaycanı var. Doğrudan var. Etan var, hiləsiz oynayanda çox qəşəng oynayır. Qadirimiz çox gözəl oynayır. Sabirimiz gözəl oynayır. Grace var, çox gözəl oynayır. Allah Azərbaycanda hara elə uzatsan yayıncıdır. Hamısı da gözəl oynayır. Başa düşürsüz? Bunlarda yoxdur heç kim. Yoxdur heç biri. Yoxdur bunların oynasın. Deyir այդ կաբելն էլ Ռոդի մենք 4-ն 4 խաղ։ Əlindəkinə bax, hə, bu hələ çəkir nəsə əlində. Soska deyirəm mən ona. Bilirsiniz niyə soska deyirəm? Elə Azərbaycanda da kimdəsə dostlarımda görəndə o elektron siqarlardan deyirəm soskadır o. Bildiyin uşaq vaxtı soska verirdilər bizə ki, ağlamayaq. Bax indi o soskanı verirlər böyüklərə. Bu nədir ala çəkirsiniz? Bu siqaretdən də ziyandır. Siqaret gör nə ziyandır, bu ondan da ziyandır. Soskadan gəzməyin də, sən panyatkaba tüpürüm ki, sən elə əlində güyayınız zorsan da. Mən həyatımda ilk dəfə getdim, qəlyan çəkdim şəhərdə. Onu da bir dəfə Instagramda paylaşdım. Yaxın dostum burnumdan gətirdi ki, sən iki oğlansan, hə. Uşaqlar baxır sənə, sən qəlyanza dökülürsən. Ondan sonra odur budur, nəinki qəlyan paylaşmıram, qəlyan çəkmirəm. Həyatı boyu 35 yaşım var mənim. 35 yaşım var. Bir dəfə də olsa siqaretin dadına baxmamışam. Həyatı boyu siqaretin dadına baxmamışam. Mən bilmirəm nə olan şeydir siqaret. 35 yaşım var. Və həyatı boyu çəkmirəm. Rəqib nə, layiqli rəqib sənsən. Sən özü rəqib bilirsən mənə. Gəlin basqın eləyək. Bu video aşırı çox baxış yığacaq. Artıq dərəcədə xahiş edirəm. Hər bir insan hansı ki bu videonu izləyir, basqın çox vaxtınızı almayacaq. 3 dəqiqə vaxtınızı alacaq. Bunu YouTube-da şikayət eləyəsiniz, TikTok-da şikayət eləyəsiniz. Linkləri videonun altına paylaşacağam. Bunun videolarını linkdə ya da linkdə ehtiyac yoxdur. Adını yazacağam, o zaten görəcəksiniz. Xahiş eləyirəm, çox xahiş eləyirəm. Artıq dərəcədə. TikTokda tapırsınız, şikayət eləyirsiniz. Şeydə tapırsınız, səhifələrini qoy bağlasınlar. Bunun TikTokda 30 neçə min takip dostunuzun telefonundan, televizordan, xaladenikdən, soyuducudan, mikrovalnovkadan hər yerdən şikayət eləyin. Deyəm. Əlində telefon tutur. Mənim hesabımı göstərir. Դու մեկ պապուլյարները Atvertin sən nəyə baxır bu sən Allah? Azik Kidayev Vizov. Hə. Bu mənə deyir ki, mən deyir ona maşın Azərbaycan Necədir? Oo!